Hörmətli kollegalarım, hamınızı burada görmək çox xoşdur. Sevdiyim insanlar, simalar toplaşıblar burada bugün və düşünürəm ki, çox maraqlı və çox əhəmiyyətli bir işdir. Çox maraqlı və çox əhəmiyyətli bir mövzu üzərində hamımız toplaşmışıq. Çünki süd vəzi xərçəngi aktualdır qadınlar arasında. Bütün bədxassəli işlər içərisində bunu həm statistik, həm epidemioloji faktorlar təsdiq edir. Yəni bunlar üzərində dərin dayanmaq istəmirəm. Lakin mən bugün sizin nəzərinizə adından məlum olduğu kimi süd vəzi xərçənginin və ümumiyyətlə bütün süd vəzi xəstəliklərinin aşkarlanmasında sadədən mürəkkəbə doğru alqoritmlər, onları biz necə qurmalıyıq və bu alqoritmlər bizi hansı diaqnoza gətirir, çıxarır, bunun üzərində dayanmaq istərdim. Birinci növbədə mən qısa da olsa tarixindən danışmaq istəyirəm. Çünki ilk dəfə süd vəzi haqqında, radioloji məlumatı haqqında məlumat 1913-cü ilə gəlir. Bu Salamonun aparılan cərrahi preparatın rentgen müayinəsindən başlandı. Və bu cərrahi preparatın rentgen müayinəsində kalsinatlar göründü. Və bu kalsinatlar əlbəttə ki, maraq doğurdu ki, niyə yaranır, hansı səbəbdən yaranır, bunu yaradan patoloji proses nədir? Və bunun da üzərində də makromikroskopik müayinələr mammografiya kimi böyük bir radioloji elmin bir sahəsini yaranmasına gətirib çıxartdı. Ümumiyyətlə, mammografiya sadə rentgen müayinə üsuludur. Yəni, rentgenoloji müayinə bütün üsulları kimi iki proyeksiyada aparılan bir müayinədir. Lakin hal-hazırda bu müayinə öz ətrafında daha böyük bir sahəni əhatə edir. Bunu bir qədər irəlidə toxunacam. Çünki bax, belə bir simpatik aparat kəşf olundu 1965-ci ildə. Adı da sonografi adlanırdı. Fransada bu aparat kəşf olundu və bundan sonra isə süd vəzinin skrininginə başlandı. Və 1970-ci ildə aparılan New Yorkda gördüyünüz kimi icbari sığorta planı hesabatında verilən hesabatda təkcə süd vəzi xərçənginin aşkarlanması məqsədi daşımırdı. Süd vəzi xərçənginin aşkarlanması ilə bərabər ölüm faizini azaltmağa xidmət edirdi bu skrining proqramı və Tabarda, eləcə də Almaniyada da bir neçə alimlər Avropa xərçənginə qarşı adlı böyük proqramı həyata keçirdi və ölüm faizinin 30%-ə qədər azalmasına gətirib çıxardılar. Müasir mammografiya özündə nəyi birləşdirir? Müasir mammoqrafik müayinə metodu özündə təkcə 2D mammografiya deyil, həm tomosintezik 3D müayinə metodları, həm də kontrastlı mammoqrafik müayinə metodlarını özündə birləşdirərək kompleks bir müayinə metoduna çevrilmişdir. Lakin mən bunu Tibb Universitetində dərsliyində tələbələrimə də deyirəm. İndi siz mənim əziz kollegalarımsınız. Hər bir diaqnostik radioloji müayinənin bir neçə formaları var. Bir var skrining müayinəsi, bir var diaqnostik müayinə, bir var profilaktik müayinə və bir də dinamik müayinə. Biz əlbəttə ki, alqoritm dedikdə mammografiyanın bir yaş alqoritmi var. Biz bunu unutmamalıyıq. Yaş alqoritmi dedikdə biz bu artıq NSS-in və bir çox protokollar tərəfindən təsdiq olunmuşdur ki, 40 yaş yuxarı xanımlara biz ilk növbə əsas müayinə üsulu kimi mammoqrafik müayinədən başlamalıyıq. Bu diaqnostik baxımdan, amma skrining alqoritmi dedikdə isə biz iki proyeksiyada, yəni həm düz, həm də medialateral proyeksiyalarda aparılan müayinəni nəzərdə tutuq. Bunlar həm səyyar xarakter daşıya bilər, həm də stasionar xarakter daşıyır. Diaqnostik alqoritm dedikdə isə biz təkcə standart proyeksiyalar deyil, bu təşkil olunan otaqda biz həmçinin ultrasəs müayinəsi aparmalıyıq, həmçinin yeri gəldikdə biopsiyaları icra etməliyik, eləcə də əlavə proyeksiyalar aparmalıyıq. Bunlar da ki, atipik proyeksiyalar ola bilər, Kleopatra proyeksiyası, tuşlanmış, böyüdülmüş və bir çox müayinələri icra edə bilərik. Yəni, bu alqoritmi mütləq gözləməliyik. Dediyim kimi, skrining heç bir təzahürü, heç bir klinik əlaməti olmayan əhalidə aparılan müayinədir sistemli və aparılan bu sistemli müayinənin əsas səbəbi ölüm faizini, yəni xərçəngdən ölüm faizini 40%-ə qədər azalmadır və dünyada da məlumdur 7 böyük randomizə olunmuş skrining proqramı. Ancaq hal-hazırda, yəni standart 2D proyeksiyadan başqa, dünyada eləcə də skrining alqoritminə, skrining müayinəsinə Tabar tərəfindən sublimental
eksperimental breast screeningə daxil edildi tomosintezik müayinələr, köl tərəfindən, yəni MRT müayinələri 2 proyeksiyada və bir də avtomatik ultrasəs müayinə metodu da skriningə daxil edilir. Niyə görə mən skriningdən başladım? Çünki bu ay çox əhəmiyyətlidir. Ancaq mən ümid edirəm ki, təkcə bu ay deyil, ümumiyyətlə süd vəzi xərçənginə diqqət artırılmalıdır. Yəni süd vəzi xərçənginin aşkarlanması bizim nəinki təkcə kimyoterapiya, ağır müayinələr, ağır böyük bir müalicələri, daha çətin bir müalicələr, hansı ki, böyük xərclər tələb edir, onlara olan yükün azaldılmasına səhiyyə üzərinə, eləcə də cərrahi müdaxilələrin daha kiçik həyata keçirilməsinə imkan verir. Biz apardığımız müayinələrdə təkcə, məsələn, Xəylə xanım daha çox ultrasəs üzərində dayandı. Mən isə demək istəyirəm ki, süd vəzi elə bir quruluşa malikdir ki, təkcə ultrasəs və yaxud təkcə mamografik müayinə deyil, kontrastlı MRT, kontrastlı eləcə də mamografik müayinə metodları prosesin yayılması haqqında, multisentrikliyi haqqında, residivlərin vaxtında aşkarlanması, implantların vəziyyəti, eləcə də digər kontralateral süd vəzi haqqında məlumat verir və bizim məqsədimiz təkcə aşkarlanma deyil, bunlar altında müxtəlif manipulyasiyalar etməkdir. Biopsiyalar etmək, tel işarələnmələr aparmaq, mikrokalsinatları işarələmək. Yəni gördüyünüz kimi bu sahə gün-gündən dəyişir, artır, irəliyə gedir və yeni modifikasiya olunmuş rekonstruktiv əməliyyatlar ortaya çıxır. Bunun isə biz radioloqların üzərinə yükü daha da artırır. Çünki biz həm erkən aşkarlamalı, həm də bu metodlar altında düzgün işarələmələr, düzgün biopsiyaları həyata keçirib histoloji xəstəliyi təsdiqləməliyik. Və nəticə itibarilə bizim üzərimizə düşən ən əsas məsələ apardığımız müayinəni protokolu düzgün tətbiq etmək, protokolu düzgün yazmaq, protokolu düzgün qiymətləndirmək. Burada isə təkcə hansısa bir törəməni görüb onun kvadrantını göstərmək deyil. Gördüyümüz törəmədən başqa dəri-dəraltı toxumaya, eləcə də süd vəzinin deformasiya olub olmamasına, yanaşı hansısa bir əlamətlərə diqqət edərək və bu gördüyümüz həcmli törəməni, asimetriyanı, arxitektonikanın dəyişilməsini, kalsinatların hər birini protokolda fiksə etdikdən sonra biz mütləq yekun kateqoriyamızı qoymalıyıq və yekun kateqoriya Bayratsla, Azərbaycanda da Bayrats kateqoriyasından biz istifadə edirik və bunun da üzərində dayanmıram, çünki çoxlarınız Bayrats haqqında geniş məlumatlıyıq. Bugün mən sizə, çoxları yəqin radioloqlar bilir, Professor Fischer, hansı ki Almaniyada uzun illər MRT sahəsində böyük təcrübəsi olan bir alimdir, professordur. Onun screening webinarından olan məlumatları, həqiqi xəstə keyslərini təqdim eləmək istəyirəm sizə. Yəni bu webinarda iştirak etdiyimə görə istədim sizlərlə bölüşəm. Yəni mən anatomiyadan başlayanda rengin anatomiyasına süd vəzinin. Burada əslində rengin anatomiyasında ən çox bizim diqqətə yetirdiyimiz, yəni bildiyimiz kimi renginoloji müayinə metodu şəffaflıqların və kölgəliklərin bir-birinə nisbətidir. Bu renginin fizikasıdır. Yəni rengin kölgəlik və şəffaflıqla. Şəffaf toxuma bizdə, yəni qara rəngdə görülən toxuma pi toxumasıdır. Ağ rəngdə gördüyümüz bu toxuma isə, yəni dairəvi formada olan toxuma isə fibroglandulyar toxumadır və eləcə də fibroz toxumadır. Fibroz toxumanı və fibroglandulyar toxumanı biz ağ rəngdə görsək də bu toxumanın çox böyük əhəmiyyəti vardır. Niyə? Çünki bu toxuma süd vəzinin vahidi olan TDLU, yəni terminal ductal lobulyar vahidin, yəni hansı yerdə ki süd yaranır, həmin vahidin terminal axacaqlarında və asinuslarda məhz epitelial toxumada xərçəng yaranır. Yəni bunun yaranmasını nəzərə alaraq biz mütləq ilk növbədə ən əsas növbədə süd vəzi toxumasının strukturuna qiymət verməliyik. Yəni süd vəzi toxumasında hansı toxumanın üstünlük və ya hansı toxumanın bir-birinə olan nisbətinə uyğun olaraq A, B, C, D və bir də ekstremal süd vəzi vardır ki, ekstremal süd vəzi toxuması tamamilə 75%-dən üzəri fibroglandulyar toxuma ilə əhatə olunmuş süd vəzidir ki, burada ən çox biz gözdən qaçıra bilərik lobulyar xərçəngləri, buradan gözdən qaçıra bilərik biz aşağı intensivlikli süd vəzi xərçənglərini ki, hansı ki biz bunu sadəcə olaraq yüksək toxuma sıxlığı fonunda görməyəcəyik. Və belə bir vəziyyətdə bizə əlbəttə ki ultrasəs müayinəsi kömək edəcək. Ultrasəs müayinəsi bu halda daha informatikdir. Nəinki mamografik müayinə. Mamografik müayinənin bu vəziyyətdə həssaslığı bildiyimiz kimi azalır. Onun görmə qabiliyyəti azalır yüksək toxuma sıxlığında. Lakin pi toxuması çoxunu biz ən çox gözümüzdən qaçırdığımız hal isə pi toxumasında əlbəttə ki daha çox kiçik
ductal karsinomanın daha çox grade birləri hansı ki zəif, amorf mikrokalsinatlarla olur. Biz bunu sadəcə olaraq baxa bilərik ki, bu pi toxumasıdır və burada qiymət verməyə bilərik və gözdən qaçıra bilərik. Lakin düyümlü törəmələrdir, arxitektonik dəyişikliklərdir, pi toxuması fonunda və yaxud B və C fonunda daha tezliklə və daha düzgün aşkarlaya bilərik. Həm istər ultrasəsin sonoqrafik tiplərinə nəzər yetirsək, burada bizim homogen fibroz vəzili toxumada hansısa bir hipoexogen bədxassəli törəməni aşkar etmək asandır. Lakin hipoexogen vəzi toxuması fonunda isə bədxassəli törəmə özü də hipoexogen strukturudur. Ona görə də 60% hallarda məhz ultrasəs altında pili A tip olan süd vəzilərdə bədxassəli şişlər buraxılır. Bunu da unutmayaq, çünki bir ultrasəs həkimi olaraq diqqət etməliyik. Yəni bu çoxlu pi toxumasından ibarət olan süd vəzidə buraxıla biləcək məqamlara. Bir də əlbəttə ki, ultrasəs müayinəsi həkimlərinə onu da diqqət edək ki, niyə görə məsələn bu sualı verirlər? Niyə görə biz 40 yaşdan yuxarı xanımlara məhz başlayırıq mammoqrafiyadan? Çünki mammoqrafiyanın aşkar edə biləcəyi kalsinatlar, heterogen, qarışıq, hətta kiçik amorf kalsinatları belə ultrasəs yəni aparatının imkanları vermir. İmkanlar vermir ki, bu ultrasəs fizikası imkan vermir ki, yəni ultrasəs bildiyimiz kimi ultrasəs dalğalarına əsaslanmış, rentgen isə rentgen şüalarına əsaslanmış metoddur. Və bunların hər ikisini düzgün tətbiqi, alqoritmin düzgün seçilməsi məhz bizi son bir düzgün nəticəyə gətirib çıxarır. Bu isə bizim ən əsas hər bir radioloqun və hər bir onkoloqların da bizim qarşımızda duran və bizim də öz qarşımızda qoyduğumuz əsas məqsədimizdir ki, vaxtında düzgün aşkarlayaq və müəyyən tədbirlər görək. Ümumiyyətlə, süd vəzinin xoşxassəli törəmələri kistlərdir, lipomalardır, fibroadenomalardır, limfadüyünləridir, qamartomalardır, fibroadenolipomalar, adenomatoz, yəni toxumalar da bunlar. Bir də ki, PAŞ deyilən psevdoangiomatoz stromal hiperplaziyalardır. Kistalar ultrasəs həkimlərinin ən tez, ən düzgün aşkar etdiyi sadə, bəsit kistik strukturlar anexogen, hansı ki, bu bəsit strukturlar bizə mammoqrafiyada bir görüntü vermir. Çünki oval, dairəvi və yaxud düzgün konturlu törəmə altında hətta medulyar xərçəng belə, papilyar xərçəng belə gizlənə bilər və yaxud necə deyək, yarpaq şəkilli adam filloid şiş belə bu formaya malik ola bilər. Ona görə də ultrasəssiz belə hallarda biz keçinə bilmirik. Yəni ultrasəs müayinə artıq strukturun daxilində mayenin olub-olmamasını dəqiqliklə informasiya 90 və 90-dan yüksək dəqiqliklə bizə bu suala cavab verir. Eləcə də biz kistik strukturların konturuna və yaxud yüksək toxuma sıxlıqlı belə C tipli 2D mammoqrafiyada görünən süd vəzidə biz kistik elementlərin konturlarına, kənarlarına daha dəqiq qiymət vermək üçün tomosintezik müayinələrdən istifadə edirik. Tomosintezik müayinələr də gördüyümüz kimi bunların dairəvi və ya oval formasına bizə dəqiqliklə cavabını verir və həmişə də diqqət yetirdiyimiz məqam, diqqətlə baxdıqda görə bilərik ki, yəni mən bunu radioloqlara göstərmək istəyirəm. Belə bir şəffaf sahə, yəni qara sahə, pi toxuması sahəsi və ya kapsulu biz görməliyik və bu da bizə mütləq prosesin xoşxassəli xarakter daşımasından xəbər verir. Kistik elementlərin və istər bütün aparılan elastografik metodların özünün dəqiq göstəriciləri vardır. Kistik strukturların elastografiyasında kəmiyyət və keyfiyyət göstəricilərinə baxdıqda biz kəmiyyətdən çox keyfiyyət göstəricilərini diqqət yetirdikdə belə üç rəngli, yəni boyanma xüsusiyyəti var və belə rəngli şəkildə boyanma, göy, müxtəlif aparatlarda əlbəttə ki, bu görüntülər, rənglər dəyişə bilər, amma üç rəngli boyanma dəqiq prosesin kistik strukturu olmasının haqqında bizə məlumat verir. Adenomaların məhz fibroadenomalardan fərqi, adenomaların fibroadenomalardan fərqləndirən xüsusiyyət təkcə kapsula malik olması deyil, daxilində gördüyümüz kimi şəffaf bir hissənin pi toxumasının olması, bu fibroadenolipomalarda da belə bir şey var. Deməli, gördüyümüz izoexogen törəmənin daha çox və ya daha çox qarışıq bir struktura, heterogen struktura malik olmasından xəbər verir. Ümumiyyətlə, kistik elementlər qeyd etdiyim kimi mammoqrafik görüntüdə izodens olur. Yəni, sıxlığı
hipa deyil, yəni pi toxuması, bir qədər pi toxuması ilə bərk fibroglandulyar toxuma arasında bir sıxlığa malik olur. Yəni biz bunu unutmamalıyıq, çünki sıxlıq artdıqca prosesin daha çox solid xarakter daşımasından xəbər verir və prosesin daha çox getdikcə hiperdensliyi onun malignizasiya ehtimalını artırır. Fibroadenomaların makroskopik və bir də belə bir böyüdülmüş, tuşlanmış şəklini diqqətlə yetirsək, makroskopik olaraq fibroadenoma gördüyümüz kimi şüşəyə bənzər bir üzəri tamamilə bir necə deyək, kələ-kötür olmayan bir törəmə şəklində biruzə, yəni makroperiparat belə görünür və bu makroperiparatın mikroskopik görüntüsündə biz içəridə fibroz elementlər görə bilərik. Bu fibroz elementlər isə bunların axarlarıdır, yəni fibroadenoma daxilində. Yəni bu süd vəzi özləri axarı deyil, içərisində yaranan fibroz toxumalar və fibroz toxumalar, bəzən buna maral buynuzu şəklində görüntü belə deyirlər patoloq-anatomik mənzərədə. Fibroadenomaların ən klassik fibroadenoma, unutmayaq ki, əgər fibroadenomada 3 dənə paycıq varsa, bu sadə klassik fibroadenomadır. Əgər bu paycıqlar, yəni lobulyar forma 3-dən artıqdırsa, artıq biz prosesin yəni filloid və digər törəmə olması haqqında düşünməliyik. Yəni klassik bildiyimiz kimi fibroadenoma ən çox cavan yaşlarda, 20-35 yaşlar arasında təsadüf edilən xoşxassəli törəmələrdir və bu xoşxassəli törəmələrin homogen struktura malik olması, düzgün kontura malik olması, aktiv qidalanmaması ən çox perikanalikulyar fibroadenomalar üçün xarakterdir ultrasəsdə. Yəni perikanalikulyar fibroadenomaların ətrafında biz bir solid törəmənin ətrafında fırlanan tək çox zaman bir vaskulirizasiya görəcəyik. Intrakanalikulyar törəmələr isə əksinə daha çox heterogen olurlar, içərisində kistik elementlər olur, fibroz hiperixogen atmalar olur və bunun da bir növ vaskulirizasiyası yüksək olur. Hətta fibroadenomaların özünün az bədxassələşmə potensialı olsa belə 25% və daha yuxarı bədxassələmə potensialı olan fibroadenomalar adenomalar da olur. Bəlkə də bunlar sadəcə olaraq triple negativ xərçənglərdir ki, düzgün qiymətləndirmirlər. Belə bir hallarda olur. Yəni bənzəyirlər çox triple negativ aqressiv xərçənglərin fibroadenomalara. Fibroadenomalardan məsələn belə bir yuxarı aksilər quyruq nahiyəsində diqqətinizə çatdırım, oval formalı, düzgün konturlu fibroadenomanı nə ilə biz səhv sala bilərik? İntramamar limfa düyünü ilə. Lakin intramamar limfa düyünün mərkəzində hipoexogen sahə pi toxuması olur. Lakin bu pi toxuması mərkəzi sahəni biz, yəni kortikal hissəni, hilusu biz fibroadenomalarda görmürük. Fibroadenomalar zaman keçdikcə burada əlbəttə ki, miksoid dəyişdiyindən hiyalin toxumasının artması, kistoz elementlərin fibrozlaşma və nəticə etibarilə fibroadenomalar boğulurlar və kalsinatlaşırlar, distrofiyə uğramış, popkorn şəkilli müəyyən ədəbiyyatda və distrofik kalsinatlarla əvəz olunurlar və bu fibroadenomaları uzun müddət müşahidə edə bilərik. Bunlar deyirlər invalidsiz fibroadenomalar. Yəni bunlar artıq böyümə potensialını itirən törəmələrdir və heç bir qadının həyatı üçün təhlükə yaratmır. Fibroadenomaların ümumiyyətlə belə bir vəzi toxuma komponenti arxasında gizlənmiş mənzərələri də ola bilər. Yəni belə bir mənzərədə rast gəlinən mamografik görüntüdə sadəcə olaraq bizə ultrasəsin verdiyi gözəl nəticəni istədiyim sizə çatdırım. Elastografik olaraq isə biz fibroadenomanı məhz eyni, yəni ki, bir homogen şəkildə boyanmasını və kiçik içərisində olan sıxlıqların isə daha çox hiperexogen arakəsmələr və yaxud fibroz elementlər olmasına diqqət yetirək. Fibroadenomanın ümumiyyətlə ən çətin məqamı fibroadenomanın filloid törəmə ilə bir-birlə səhv salır. Xüsusilə də əgər fibroadenoma gigantdırsa, sürətlə böyüyürsə və biz sürətlə böyüyən gigant fibroadenoma bizə mütləq diaqnostik məqamda yarpaq şəkilli, yəni filloid şişlə arada diferensial diaqnostika aparılmalıdır. Lakin belə bir gigant fibroadenomalarda gənclərdə daha çox rast gəlinir. Buna juvenil fibroadenoma da deyirlər. Lipoma düşünürəm ki,
qoymaq diaqnostikası çətin deyil. Çünki mammoqrafik olaraq biz bunun dəqiq kapsulasını görürük. Dəqiq kapsula ilə bərabər bunun mərkəzində şəffaflıq görürük. Ultrasəs müayinəsində isə həmin pi toxumasının hiperixagen şəkildə transformasiya olunmasını gördükdə biz dəqiqliklə Bayraqski ilə qiymətləndirib fibroadenoma diaqnozunu, daha doğrusu lipoma diaqnozunu, bəzən isə fibrolipoma şəklində Bayraqski. Yəni bu danışdığım törəmələr hamısı xoş xəstəlik olaraq biz əminliklə Bayraqski ilə nəticəmizi tamamlaya bilərik. İntramamar limfa düyünləri dediyim kimi mərkəzi hissəsində şəffaflıq, hilus hissəsi və ətraflarında qabıq hissəsi dəqiqliklə görünən oval törəmədir. Və doppleroqrafik apardığımız müayinədə, rəngli dopplerdə mərkəzi hissədə biz necə qapı hissənin qidalandığını dəqiqliklə görə bilərik. Bu da bizim üçün kömək edəcək bir metodlardır. Ümumiyyətlə ultrasəs müayinəsinin indiki inkişafı artıq kontrastlı ultrasəsə belə gəlib çıxarır. İstər doppler, istər rəngli doppler. Mən ümumiyyətlə mütləq hər bir törəmənin angiogenezini tamamlamanı məqsədə uyğun bilirəm. Xüsusilə də rəngli doppler deyil, məhz rəngli energetik dopplerdə baxılması mütləq vacibdir süd vəzi xəstəliklərində. Çünki energetik doppler arterial venoz şuntların göstərən, patoloji damarları göstərən doppler müayinə metodudur. Ümumiyyətlə mammoqrafiyada biz təkcə dediyim kimi törəməni deyil, dəri toxumasını, hiperixagen görürük, dəraltı toxumanı görürük və fibroz toxumadan başqa biz stromal elementlərdən nəyi görə bilərik sizcə? Venaları görə bilərik və venalar törəmə ətrafında əgər öz vəziyyətini dəyişirsə, esə bənzər və yaxud bir şəkildə dəyişirsə, deməli o törəmə qidalanır, orada angiogenez var, orada patoloji damarlar formalaşır. Bunu unutmamalıyıq. Bu ən birinci bədxassəli prosesin göstərişidir. Əgər gördüyünüz böyük bir törəmə ətrafında biz qidalanan damarlar görmürüksə, mütləq biz artıq törəmənin daha çox xoş xarakterli potensiala malik olmasını unutmamalıyıq. Və bir şey də qeyd edim ki, mammoqrafiyada biz ancaq venaları görürük. Mammoqrafik müayinədə biz axarlara qiymət qoya bilmirik. Çünki axarlar kontrastlaşma ilə ancaq qiymət olunur ki, və bir də mammoqrafiyada arteriyalar təkcə kalsinatlaşanda, sklerozlaşanda biz arteriya. Yəni gördüyümüz əgər damar sklerozlaşıbsa mammoqrafik görüntüdə, deməli bu arteriyalardır. Qamartoma. Qamartoma ümumiyyətlə belə bir polisiklik quruluşa malik olsa da daxilində bütün parenkimanın elementləri var. Həm fibroglandular toxum elementləri var, həm fibroz toxuma, həm də pi toxum elementləri malik olan. Bəzən bunu deyirlər vəzi toxuması içində vəzi toxuması belə bir anlayışdır. Çünki qamartoma əslində sanki bir asimetrik bərkləşmə sahəsi, asimetrik bir vəzi toxuma elementidir. Lakin bu qamartomanın bax bu şəkildə kapsulası ola bilər. İçində biz qamartomanın həm vəzi toxumu elementlərini görə bilərik. Qamartomada yarana bilən şişlər, yəni bütün ümumiyyətlə süd vəzidə yarana biləcək şişlər qədər potensialı eynidir. Yəni qamartoma daxilində də bədxassəli şiş yarana bilər. Yəni bunu o demək deyil ki, qamartomanın içində bədxassəli şiş. Yəni bu da vəzi toxumu elementidir. Orada da biz bədxassəli prosesi görə bilərik. Ancaq onun gedişi bir qədər fərqli olur. Görsək bunda artıq kateqoriya dəyişəcək. Təbii ki 4C və yaxud 5 ilə qiymətləndirəcək. Bax, belə şəkildə qamartomalar da vardır ultrasəsdə, hansı ki kistik elementləri görürük, vəzi toxuma komponentini görürük. Eləcə də bunların, yəni biz bilməliyik ki, bunlar hamısı Bayraqski ilə qiymətləndirən xoşxassəli törəmələrdir. Psevdoangiomatoz stromal hiperplaziya, PAŞ. Bu PAŞ ümumiyyətlə mammoqrafik və ultrasəs altında qiymətləndirilməyən bir patologiyadır. Ən çox gözdən qaçırılan patologiyadır. Çünki bunun qidalanması yüksək olduğuna görə ən çox MRT-də tapılar bu törəmə və bu törəmənin belə bir qeyri-düzgün formaya malik olan hipoexagen əgər törəmə görürsə, biz bunu PAŞ deyib üstündən keçə bilmərik. Bunun mütləq 4 ayla biopsiya ilə təsdiq olunmalıdır. Ateromalar düşünürəm ki, çoxlarımızın yəni öz praktik fəaliyyətində rast gəlinir. Ateroma təkcə süd vəzində deyil, digər orqanlarda da folikulyar, yəni tüklərin törəmə olduğuna görə dəriyə yaxın olub, hipoexagen olur, ətrafında bəzən dərinin qalınlaşması, yəni iltihabi əlamətlər olur və aparılan mammoqrafik müayinələrdə hətta biz dərini kontura çıxarıb onun dəraltıda yerləşməsini dəqiqliklə izadət törəmələrini görə bilərik. Başqa nə görə bilərik biz mammoqrafiyada? Nevuslar
neoplazmaları görə bilərik, keratomaları görə bilərik, dəraltı törəmələri görə bilərik. Bu şəkildə gördüyümüz kimi dəri üzərində ola biləcək dəyişikliklər artıq xoşxassəli nevuslardır. PIDIS, daha doğrusu oleogranulomalar, P nekrozu. Oleogranulomalar ümumiyyətlə ədəbiyyatda nəvə fenomeni deyilir. Yəni çox zaman qadınların hansısa bir travma keçirməsindən yaranır və yaxud olur ki, xanımlarımız maşın sürür, istifadə etdikləri adicə qoruyucu kəmərlər belə uzun müddət süd vəzini sıxa bilər və orada pi toxumasını nekroza uğrada bilər. Amma apardığımız müayinələrdə qadın əməliyyat olunubsa, əməliyyat olunan sahələrdə və yaxud keçirdiyi travmaları, bunların hamısını anamnestik məlumat toplayadıqdan sonra biz məhz pi toxumasının nekroz sahəsini görərik. Mamografik olaraq bu çox asan qoyulan bir diaqnozdur, çünki müəyyən müddətdən sonra bunun matriksində məhz pi invalid, həmin pi toxumasının yeyilməsi, kistaların bir növ kistik elementlər kimi əriməsi və daxilində belə nekrozlaşma sahəsində iri distrofik kalsinatları görə bilərik və ona görə də oleogranulomalar aparılan radikal rezeksiyalardan sonra çox rast gəlinən nəticələrdir. Eləcə də dediyimiz kimi binaən, yəni xoşxassəli törəmələrin var düyünlü formalarını biz dedik indiyə kimi danışdığım, bir də var düyünlü olmayan non-masslar, hansı ki 2025-də ümumiyyətlə ultrasəsdə non-mass anlayışı gəldi. Bu əvvəl MRT-də idi. Yəni nə? Arxitektonik dəyişikliklər və yaxud aşağı exogenlikli sahə. Bu aşağı exogenlikli sahə istər adenoz ola bilər, fibroz mənşəli adenoz və yaxud axar adenozlar ola bilər, skleroziya olunmuş adenoz ola bilər, galaktofaritlər ola bilər, eləcə də müxtəlif kataral mastitlər və yaxud iltihab mənşəli olmayan mastitlər də özünü aşağı exogenli və yaxud belə mamografik olaraq yüksək asimetrik sahələr şəklində büruzə verər. Lakin bizdə burada ən çox kömək edici adenoz sahələrə burada yaranan xoşxassəli atsinar kalsinatlardır və bu kalsinatların da xarakteri xoş olur, çünki onlar monomorf olur, düzgün konturlu olur və həmin sahələrdə çox zaman ultrasəs etdikdə biz çoxlu kistik strukturlar görürük. Eləcə də adenozların diaqnostikasında bəzən difuz atsinar çoxsaylı kalsinatlar dediyimiz bir proses hərdən polisiklikləşə bilər və bu da bizi tamamilə sakitləşdirə bilməz ki, yox, biz bu kalsinatlar difuzdursa mütləq xoşxassəlidir, elə bir anlayış yoxdur. Hissəvi qruplaşma və yaxud polimorfizmə meyilli və yaxud 1 kub santimetr 5-dən çox qruplaşan mikrokalsinatlar mütləq stereotoksik biopsiya ilə təsdiq edilməlidir. Ən çox çətinlik yaradan yəni ki, xoşxassəli törədən fibroz gördüyümüz kimi fibroz dəyişikli adenozlardır. Bunlar çox akustik kölgəliklə özünü büruzə verən, asimetrik bərkləşmə ilə 4A kimi qiymətləndirilən xoşxassəli törəmələrdir. Eləcə də skleroziya olunmuş adenozun gördüyümüz kimi makro preparatında adenoz olan sahələrdə iri kalsinatların və onun skleroziya olunmuş sahələrini görə bilərik. Mastitlərin üzərində çox dayanmayacağım, çünki düşünürəm mastitlərin üzərində Xəyalə xanım çox dayandı. Lakin mastitlərin ən əsası diqqətə yetirdiyi məqam odur ki, klinik əlamətlərlə özünü büruzə verir. Hansı ki, klinik əlamətlərlə trabekulyar dəyişikliklərlə dəri-dəraltı toxumanın dəyişməsi, ümumiyyətlə ola biləcək qidalamanın belə, qanlanmanın belə yüksəlməsi iltihaba xas ola bilər. Lakin bizim beynimizdə həmişə birincili ödemli infiltrativ xərçəng olmalıdır. Apardığımız qısa müddətli iltihab əleyhində müalicədən sonra əgər proses proqressləşir, mütləq biz bunu dəraltı biopsiya və aparmaq mütləq vacibdir. Xüsusən 40-dan yuxarı olan xanımlar bura daxildir. Yəni 40-50 yaşında xanımda birdən-birə əgər iltihabı proses yaranırsa, biz ödemli infiltrativ forma haqqında düşünməliyik. Plazmatitar mastitlərin, qranulasiyon mastitlərin özündən sonra qoyduğu kalsinatlar spesifikdir. Buna xətti, iri plazmatitar mastitin əlamətləri kimi xətti, iri kalsinatlardır. Bu mənzərə hər bir mamografiya ilə məşğul olan radioloq üçün klassik əlamətdir. Bu da düşünürəm ki, çoxları bu haqda. Eləcə də məlumdur, qranulomatoz mastitində özünün granulomalar yaradacağı bir xüsusiyyətə malik olması aşkardır. Lakin spesifik ultrasəsdən fərqli olaraq mamografiya burada spesifik metod deyil. Çünki çox bənzəyir bəzən xərçəngə, çox bənzəyir bəzən digər patologiyalara. Bunu da unutmayaq.
Filloid xərçəngin ümumiyyətlə fibroadenomalardan ən çox fərqləndirən cəhəti onun sürətli böyüməsidir. Bir də filloid xərçəngin bir xüsusiyyəti də var ki, filloid xərçəng gördüyümüz kimi gül kələminə bənzər formalı olur və filloid xərçəngin içində fibroz elementlər olur. Həmçinin filloid, yəni xərçəng deyəndə filloid tumorun, düyünlü törəm, bunun bildiyimiz kimi aralıq forması, xoşxassəli və bir də bədxassəli forması var. Bunu da unutmayaq və mən belə bir şəkillərini göstərim sizə. Filloid xərçəng necə görsənir makropreparatda? Yəqin ki, fibroadenoma bənzərliyi çox da yoxdur. Radial skan, tubulyar xərçəng, bunlar hamısı eyni, bir-birinə keçid təşkil edən şiş önü məsələlərdir. Burada ən əsas məsələ odur ki, bədxassəli törəmələrlə ən çox səhv salınan 3 xəstəlik var. Biri radial skandır, biri süd vəzinin vərəmidir və bir də süd vəzi xərçəngi bir-birinə çox bənzəyir. Lakin radial skanın mərkəzində bərk bir sahə, yəni düyünlü törəmə görmürük. Radial skan dəriyə doğru uzanmır və radial skan belə bir arxitektonik dəyişiklik yaranır. Lakin xərçəngin mərkəzi hissəsini, yəni invaziv komponentini görürük əgər invaziv və onun qeyri-düzgün spekulyar konturlarını görürük. Bir də linlər üzərində dayanacağım, yəni lobular intraduktal neoplaziyalar. Bunlar lin 1, lin 2, lin 3'dür. Lin 1'lər atipik lobular hiperplaziyalardır. Lin B3 potensialı, lin 2'lər daha çox yəni malignizasiya etmək xüsusiyyətinə malik olur. Bunlar məhz şiş önü xəstəliklərdir. Və lin 3'lər isə daha çox polimorfizmə malik olan, bədxassəli potensialı yüksək olan törəmələrdir və bunlar da B5 ilə qiymətləndirilir. Gördüyünüz kimi lin 1'lərin də, lin 2'lərin də kalsinatlarla, belə bir kalsinatların qruplaşmağın, yəni qruplaşmış, polimorfizmə malik olan heterogen kalsinat sahəsinin mütləq stereotoksik biopsiyasına diqqət yetirməliyik. Çünki bunun altından həm lin 1, həm lin 2, həm də daha çox bədxassəli ehtimalı potensialı daşıyan lin 3'lər ola bilər. Papillomalar da belə bir törəm şiş önü xəstəliklər mütləq əməliyyata göstərişdir papillomalar. Çünki klinik olaraq papillomalar ayaqçıqlar törəmələr şəklində formalaşır. İstər duktoskopiyada, istər duktografiyada, istərsə də aparılan böyüdülmüş şəkillərdə duktusların divarında məhz dəyişikliklər, hansısa bir duktusların qırılmasını məhz duktografiya metodu özünü daha çox, yəni bu törəmələr ümumiyyətlə bioloji daha çox potensialı olan törəmələrdir ki, hansı ki bədxassəli törəmə yaratma imkanı verir. Atipik hiperplaziyalar, həmçinin mən mövzu çoxdur, istəyirəm xərçəngə keçəm. Duktusların normal quruluşu və bir də artıq içərisində yarana biləcək törəmələr. Yəni biz disayez dedikdə bildiyimizə kimi disayez 0 mərhələdir. Disayez odur ki, axarın içərisində bədxassəli törəmə var, lakin axardan kənara çıxmır. Axardan kənara çıxırsa, bu ya invaziv komponentli disayezin birləşməsidir və yaxud kənara çıxdıqdan sonra artıq invaziv duktal karsinoma yaranır. Disayezlərin 1-2 forması, grade 1-2-si uzun müddət yaşlı xanımda və ya uzun müddət ola bilər. Lakin heç bir potensiallar yəni regional limfa düyünlərinə, ona görə bunlara erkən xərçənglər deyirlər. Yəni regional limfa düyünləridir, uzaq metastazlar yaratmayan formalardır və ona görə də bizim ən çox diqqətimizi cəlb edən, linear xüsusiyyətə malik olan, axarın gedişini təkrarlayan, Y şəkilli, belə bir polimorfizmə malik olan 3-cü tip disayezlərdir. Malignizasiya, yəni malign invaziv karsinomaları, invaziv duktal çərlər, lobular karsinomaları, medulyar, mucinoz, tubulyar, invazivlər, pizjet, bunlar hamısı sarkoma və limfoma. İstəyirsiniz, mən tez-tez şəkillər üzərindən keçim və mövzu çünki böyükdür. Düşündüm ki, belə bir radioloji görüntü kimi yaddaşda qalsın, əyani olsun şəkillər şəklində. İnvaziv duktal karsinomanın ən əsas göstəricisi hiperdens olması, qeyri-düzgün kontura və formaya malik olması, mərkəzində nekrozlaşma ilə əlaqədar olaraq, sekretor dəyişikliklə əlaqədar olaraq yaranan bədxassəli kalsinatların olması. Bu hamısı məhz bədxassəli törəmənin xüsusiyyətləridir. Həmçinin, bax, belə bir bədxassəli törəmə metastazlarla birlikdə ola bilər ki, biz burada qoltuq altında metastaz görə bilərik aval və bir qədər yuxarı kvadratlarda, yəni yuxarı bayır kvadratda bədxassəli
bədxassəli, hətta qoltuq altı nahiyəyə yaxın bədxassəli törəməni və onun məsələn ultrasəs müayinəsində angiogenezi və yüksək sərtliyə malik olmasını görə bilərik. Elastografiyada elastotip 2 və 3 ilə qiymətləndirilir. Belə bir görünüş yaranır. Həmçinin invaziv lobulyar karsinoma, hansı ki daha çox gözdən qaçıran yəni belə bir xərçənglərdir. Bunlara hətta qaz düzülüşü kimi belə bir anlayış da vardır. Tubulyar xərçənglər də skarlarla, çox radial skarlarla çox bənzəyirlər. Eləcə də yəni ki aparılan müayinələrdə bir-birini təsdiqlədiyi üçün, məsələn, əgər aparılırıq tomosintez görürük ki, mərkəzində şəffaf sahə var, artıq daha çox radial skan kimi qiymətləndiririk, 4B kimi və yaxud mərkəzində bərk bir sahə var, biz daha çox CR haqqında fikirləşirik. Hər gördüyümüz lobulyar törəmə o demək deyil ki, fibroadenomadır və ya filloiddir. Mutsinar, kalsinar, bədxassəli şişlər, istərsə də bunlar hamısı da lobulyar belə bir formaya malik olan bir görünüşə, eləcə də medulyar xərçənglər lobulyar formaya malik ola bilər. Sarkoma təkcə süd vəzi xərçəyi, yəni bədxassəli birləşdirici toxuma şişi olub təkcə süd vəzində deyil, digər orqanlarda da ola bilər. Sürətlə inkişaf edir, stromal komponent yüksəkdir, polisiklik quruluşa malikdir. Unutmayaq ki, sarkoma ultrasəsdə ən əsas xüsusiyyəti nədir? Sarkoma qoltuqaltı limfa düyünlərdə dəyişiklik yaratmır. Sarkomalar hematogen yolla digər orqanlara metastazlar verir. Buna görə də əgər biz belə bir birləşdirici toxuma komponentindən yaranan şiş görürüksə, mütləq qoltuq altına diqqət yetirməliyik. Çünki bu əsas zift diaqnostikada məqamlardan biridir. PEDJET institutunun bir forması, çox zaman ancaq klinik, kəskin, xroniki formaları, bəzən institutu kimi bədxassəli mikrokalsinatlarla özünü büruzə, bəzən təkcə klinik əlamətlərlə özünü büruzə verir. Son nəticədə ödemli infiltrativ forma haqqında danışdım. Bu yaxında belə bir xəstəmiz oldu. Təəssüf ki, xəstə özünün uzun müddət müxtəlif antibiotiklərlə müalicə etsə də progressivləşir. Mənim xəstəm qoltuq altında və digər sahələrdə də bədxassəli, yəni metastazlar göründü. Müvafiq tədbirlər indi aparılacaqdır. Yəni ödemli infiltrativ formalı süd vəzi xərçənginin olmasını və birinci il, ikinci il olmasını unutmamalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.